Salamlar, vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün sizlərlə izahlarımız Elsəvər və Levriyazi məntiq kitabından olacaq. Yəni, bunu öz şagirdlərimiz üçün keçirmişdik. İstədim ki, video şəklində paylaşım, sizlər də faydalana biləsiniz. Birinci sualımız belə deyir ki, 8 üzərinə 5 çıxılsın 3 vur 2. Bərabərdir 12. Bərabərliyin ödəlməsi üçün aşağıdakı verilən əməllərdən hansı mötərizə daxilinə alınmalıdır? Yəni, mötərizəyə hansını yazsaq ki, cavab 12 edər. O demək istəyir. Çünki biz bunu bu qaydada hesablasaq, 3-ü 2-yə vuraraq əvvəlcə birinci vurma əməlini hesablayırıq. 3-ü 2-yə vururuq 6, 8 üstə 5, 13, 13-dən 6-sını çıxırıq, 7 qalmalıydı. Ona görə də deyir ki, elə bir mötərizəni elə yerdən qoymalıyıq ki, cavab 12 etməlidir. Əlbəttə ki, biz mötərizəni nədən qoyarıq? 5 çıx 3-dən. Niyə? Çünki birinci mötərizəni hesablayırıq. Baxın, üzərinə 1 yazdım. Birinci mötərizəni hesabladım. İkinci vurmanı hesablayıram, üzərinə yazıram. Üçüncü də toplamanı hesablayıram. Yəni 5-dən 3-ün çıxdım 2, 2-ni 2-yə vururam 4, 8 üzərinə 4 gəlirəm 12. Yəni mötərizəyə alınan ifadə hansı oldu? Əlbəttə ki 5 çıx 3, yəni B variantı. İkinci sualımız belədir ki, 21, 3, 4 və bərabər 11. Deyir ki, boş qoyulan yerlərdə sırayla hansı əməliyyatlar edilmişdir? Yəni toplama, çıxma, vurma, bölmə bura yazmalıyıq ki, cavab 11 etməlidir. Nə edirəm? Əlbəttə, burada nə edirəm? 21-i bölərəm 3-ə edər 7. 7-nin də üzərinə 4 gələrəm 11. Yəni bölmə və toplama. Bölmə və toplama. C variantı ikinci sualda. Üçüncü sualımız. Aşağıdakı fiqur tərəfi 1 sm olan kiçik kvadratlardan əmələ gəlmişdir. Fiqurun perimetri neçə santimetrdir? Baxın, bu fiqurlar deyir. Deyir ki, baxın, fiqur belədir. Deyir ki, bunun tərəfi 1 santimetrdir. Və fiqurun perimetrini istəyir. Əlbəttə, deməli tərəfi 1-dirsə, başlayıram. Buradan 1, başlayıram ayrı olan hissələrə 1 yazmağa. Niyə? Baxın, 1 yazıram buralara və bunun perimetrini hesablayacağım. 1, deməli 1. Hər birinə nə yazıram? 1 yazıram. Və başlayıram bunları hesablamağa. Deməli, gözümüzdən qaçan olmadı ki. 1, 2, 3, başlayıram birləri saymağa. Baxın, buradan başladım. 1, 2, 3, 4, 5, 6. 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. Bəli, baxın, burada 25. Biri buradadır. Sonra gözümüzdən qaçan olmayıb. Burada da yoxdur. 25. Və burada da birini yazmamışıq. 26. Yəni, ümumilikdə nə qədər oldu? Perimetri 26. Yəni, belə deyim də, baxın, burada indi biraz yaxşı düşmədi, ola bilər, kimsə anlaya bilməz. Yəni, deyir ki, bunun bir tərəfi nə qədərdir? 1 santimetrdir. Və ümumi kvadratın, belə deyim, ümumi fiqurun perimetrini istəyir. Və birləri yazırıq, yerləşdirir. Ortaq nöqtələrə, belə deyim, yazmırıq. İçərisində ortaq nöqtələrə birləri yazmıram. Sadəcə üzərlərinə yazıram və cavab da 26 edəcək. Çünki cəmini toplayıram, 26 etdi də. Bizdə 26 etdi. Dördüncü sualımız. İmtahanda Həsən Rövşəndən çox, Yaqub İncidən az. Baxın, Həsən deyir ki, Rövşəndən nə? Çox. Yaqub İncidən az. Baxın, Yaqubdur bu, İncidən az yığıbdır. Böyükdür işarəsi qoyuram da, yəni İnci Yaqubdan çox yığıbdır. Və nə deyir bizə? İmtahanda Həsən Rövşəndən çox. Həsən də Rövşəndən çox yığıb. Baxın, Həsən də kimdən çox yığıb? Rövşəndən. Baxın, böyük işləylə qoyuram. Həsən Rövşəndən çox yığıb. Və sonra nə deyir? Həsən Yaqub İncidən az, bəli, yazdım. Sonra deyir, Rövşən İncidən çoxdur. Rövşən də İncidən çoxdur. Baxın, Rövşən də İncidən çoxdur. Fidan isə Yaqubla eyni bal yığıb. Baxın, Fidan da Yaqubla eyni yığıb. Yəni, burada F hərfi yazıram, Fidan. Fidan da Yaqubla eyni bal. Kim birinci olmuşdu? Yəni, ən çox kim yığıbdı? Baxın, ən başda, ən böyük olan. Hansı? Həsən. Deməli, ən çox Həsən yığıbdı. A variantı. Beşinci sualımız. Beşinci sualımız belədir ki, şəkildə düzbucaqlının sayı neçədir? Şəkildəki düzbucaqlının. Baxın, bir dənə düzbucaqlım budur. 2, 3 ayrı-ayrılıqda. Sonra bu ikisini bir hesablayıram. 4. Sonra təzədən bu ikisini bir hesablayıram. 5. Düzdürmü? Yəni bu ikisi bir düzbucaqlı. Niyə? Baxın, bunu tutdum. Üzr istəyirəm. Deməli, bunu tutsam, baxın, bunu buradan tutsam, görsəz həqiqətən bir dənə düzbucaqlı oldu. Və yaxud bunu buradan tutsam, bir dənə düzbucaqlı olur. Deməli, 1 bu özü, 2, 3. Sonra bunu buradan tutdum, deməli 3, 4. Və bir də ümumilikdə.
Yəni bu özü ümumilikdə təsəvvür edin ki, içi yoxdur da, belə deyim. İçi olan hissə yoxdur. Yəni ümumilikdə özü də 1 oldu. Neçə oldu? 6 oldu da. 5, bir də ümumilikdə özü 6, bəli. Deməli C variantı neçə düzbucaqlı oldu? 6 dənə düzbucaqlı oldu. 6-cı sualımız. Deyir ki, 104 böl 10. Deməli biz burada 104'ü daha düzü 1014'ü üzr istəyirəm. 1014'ü bölməliyəm ona. Baxın 1014. 1014'ü bölməliyəm ona. Deməli 1 10'un 10. Qaldı burada 1 gəlir bölünmür. Yuxarıdan 2 rəqəm gəldiyi üçün bura nə atıram? 0 atıram və başlayıram. 14'ün içində 10 bir dəfə. Qalıqda 4 qaldı. Deməli burada B neçə oldu? 101. Baxın. Qismət 101'dir. K da, yəni qalıqda 4'dür. Və indi mənə nə istəyir? Qalığın üzərində qismət gəlirəm. Yəni B neçə idi? 101. Baxın. 101 üzərinə K, yəni qalığı gəlirəm. Qalıq da məndə 4 alındı. 4. Edir 105. Yəni doğru variantımız D variantı. 7-ci sualımız. 7-ci sualımız belədir ki, deyir K, L, M bunların cəmini istəyir. Və bunlar da görürsünüz eyni rəqəmlərdir. Baxın, burada K ilə bunlar eynidir. L buradalar eynidir, M buradalar eynidir. Deməli, baxın, mən nə edirəm? 668'i bölürəm, baxın, 1, 2, 3, 4'ə. 668'i bölürəm 4'ə. Bölürəm nəyə? 4'ə bölürəm. Deməli, nə edirəm? Bölürəm 4'ə, baxın, 1 4'ün 4. 26'nı bölürəm 4'ə, eləyir. 6 4'ün 24. 28'i bölürəm 4'ə. Neçədir? 7 4'ün 28. Deməli 167 dəfə düşdü. Yəni 167 nə deməkdir? 167 o deməkdir ki, yəni burada K 1'dir, L 6'dır, M də 7'dir. Yəni hər birini qoyuram yerinə, toplayıram. 1 6 7. Bunların da üçünün cəmi neçədir? 14. Doğru variantımız D variantı. 8-ci sualımız. 8-ci sualımız belədir ki, deyir ki, yolun şəkildə göstərilən hissəsində təmir işləri gedir. Baxın, burada deyir. Təmir işləri gedir. Aha. Sonra nə deyir bizə? İşlər getdiyindən avtomobil bir qədər dolayı yolla, qırıq xətlər üzrə. Yəni bu qırıq xətlər üzrə avtomobil gedəcək. Getməlidir. Avtomobil neçə kilometr əlavə məsafə qət etməlidir? Neçə kilometr əlavə? Baxın, deməli avtomobil bu qırıq xətlər üzrə. Buradan bura qədər nə qədərdir? 3'dür. Deməli burada 3'dür də. Buradan bura qədər 10'dursa, deməli burada 10'dur. Yəni avtomobil nə qədər gedəcək? 3, 6, o da 10. 16. Düzdürmü? 16 və 10. 16. Əlavə nə qədər getməlidir? 26. Deməli 26'dan da çıxıram 16'sın. Daha düzü 26'dan 26 üzr istəyirəm. Deməli buradan bura qədər qırıq xətlər üzrə getməlidir. Qırıq xətlər üzrə deyir. Yəni buradan bura qədər getdi 3, buradan bura qədər getdi 10, buradan da bura getdi. Deməli 3 neçə etdi? 16. 16'dan da əlavə nə qədər gedib? 16'dan da çıxıram neçəni? 16'dan da çıxıram 10'u, qalır 6. A variantı. Deməli, növbəti 9-cu sualımız beləcə. Aşağıdakı əməliyyatların hansından mötərizə götürsə də nəticə dəyişməz. Yəni, burada mötərizələr silsədə cavab elə eyni edər. Baxın, burada əgər mötərizəni silsəm A variantında, birinci 10'u böləcəm 2'yə. 10'u 2'yə böləcəm 5, 25'dən 30'dan 25'in çıxacam 25. Yəni, mötərizəni götürsəm, burada qalacaq 25. Götürəndən sonra deyirəm, götürməmiş gəlini hesablayaq. 30'dan 10 çıxıram 20, 20'ni 2'yə bölürəm 10. Əvvəl 10 idi, sonra 25 alındı, dəyişdi. B variantında. Əgər mötərizəni götürsəm, birinci bunu hesablayacaq. 4 5'in 20, 23 olacaq. 23 olacaq, amma mötərizəni götürməsəm 7 5'in 35. Görürsünüz, dəyişdi. C variantında. 15'i əvvəl mötərizənin içini hesablayırıq. Yəni 15'i 5'ə böləcəm. 3, 23'ün çıxacaq 17. Mötərizəni götürsəm də yenə də eyni qayda. Birinci bölmə hesablanacaq. 15'i böləcəm 5'ə 3, 23'ün 17. Yəni dəyişməyən C variantıdır. Digərində də həmçinin dəyişəcək, birinci bölməni hesablayacaq. 10-cu sualımız. 10-cu sualımızı qısa şəkildə, yəni belə deyim, TikTok, Instagram, YouTube hər bir yerdə paylaşmışdıq. Yəni bura doğru cavab verən də oldu, səhv cavab verən də oldu. Ona görə izahatını paylaşırıq. 6 saat əvvəl 13:00 olmuşdursa, gəlin indini tapaq. Deməli indi saat neçədir baxın. İndi
6 saat əvvəl 13:00-dırsa, yəni 6 saat gəlib irəli. Yəni 13:00-ın üzərinə gəlirəm 6. Olur 19:00. Və deyir 6 saat sonra neçə olacaq? Sonra yazıram. Baxın sonra. 19:00-ın üzərinə 6 saat gəlirəm. 6 saat gəlirəm. 00 20 neçə 9-5 25:00. İndi deyirsiniz ki, müəllim 25:00 olmur axı. Bəli, mən də bilirəm. Bir günümüz 24 saatdır. Ona görə 25:00-dan çıxıram 24:00-a. Deməli, saat 1:00 imiş, daha düzü 01:00. Yəni B variantı. 11-ci sualımız. 11-ci sualımızda deyir ki, ilk 19 tək ədədin hasılı hansı rəqəmlə qurtarır? İlk 19 tək ədədin hasılı hansı rəqəmlə qurtarar? D variantına. Bunları siz rəy bölməsində yazarsınız. Bu da çox maraqlı sualdır. Sonra D variantı, bəli. Sonra gələk 12-ci sualımız. 12-ci sualımızda. Deyir ki, 1, 1, 1, 2, 2, 3. Yəni, baxın, belə bir təkrarlanır. Belə deyim də sizə. 1, 1 deyirəm. İndi deyəcəklər, müəllim 1, 1 nədir deyir elə. Yəni, belə təkrarlanır. Baxın. 3 dənə 1, sonra 2, 2, 3 təkrarlanır. Yəni, bu qayda ilə 99 rəqəmli ədəddir. Yəni, bu qayda ilə 99 dəfə bu yazılır. Bu qayda ilə. İndi mən tapıram ki, bir dəfənin neçə dənə belə deyim ədəd var. 1, 2, 3, 4, 5, 6. Yəni, 6 dəfədən 1 dəyişir də belə deyim. 6 dəfədən 1 dəyişir. 6 dəfədən 1 dəyişir. Ona görə mən nə edirəm? 99-u bölüm 6-ya. 99-u bölürəm 6-ya. Tapıram 1 6-nın 6. 39-u bölürəm 6-ya. Neçə dəfə düşür? 6 6-nın 36. Burada da qaldı qalıq 3. Deməli 16 dəfə. 16 dəfə, yəni belə yazdıracaq. 16 dəfə. Sonra mən nə edirəm? 16-nı da vururam. Mənə 2 rəqəmini istəyir. Düzdürmü? 16-nı vururam 2-yə. Eləyir 32. 32 və burada qalıq qalmışdı. Bəs qalığı nə edəcəm? Deməli, bu 3-cü qalıqda ilk əvvəlki 3 dənə nədir? İlk əvvəlki 3 dənə 1-dir. Ona görə, yəni bu qalığı heç bir yerə gəlmirəm. Elə olduğu kimi qalır. Niyə? Çünki bu qalıq burada 3 əvvəl başlayan ədədləri göstərir. 1, 1, 1-dir. Burada 2 yoxdur ki. 2 olsaydı, hə. Deməli, cavab neçə olar onda? 32. D variantı. 13-cü sualımız. 13-cü sualımız. 7 müəllim 8 uşaq qayıqda səyahət çıxdılar. Bir qayıqda ən çoxlu 2 müəllim ola bilərsə, ən az neçə qayıq lazımdır? Buyurun bunu sizdə də rəy bölməsində və yolunuzu yazarsınız. 14-cü sualımız belədir. 2005-ci ildə ilin rəqəmləri cəmi 7-dir. Həqiqətən də düzdür. 2005-ci ildə ilin rəqəmləri cəmi, yəni 2 üstə 0, üstə 0, üstə 5, 7-dir. Bəli, doğrudur. 2000 deyir, həmin ildən 2100-cü ilə qədər rəqəmlər cəmi 7 olan neçə ədəd var? Deməli, biri başlayıram. 2005, sonra 2000, 2007, 2014, 2014 rəqəmlərin cəmi 7-dir. Bəli, 2014, 2014, 2023, sonra 2023, sonra keçirəm nə? 2014 yazdımsa, deməli, bunun əksi olacaqdır. Yəni, rəqəmləri yeni dəyişirəm. 2041, sonra 2023 yazdımsa, deməli, 2032 də olacaq. 2032 də olacaq. Sonra 2050, 2050, bir də neçə olar? 2050 bitdi. Deməli, neçə dənə? 1, 2, 3, 4, 5, 6 dənə. 6. Yəni, rəqəmlərin cəmi 7-dən neçə ili var? 6 dənə. Yəni, C variantı. Sonra 15-ci sual. İlyas ədədi 2-yə vurub üzərinə 1 gəlməli idi. Baxın, lakin o səhvən ədədi 2-yə bölüb. Hə, deməli, bu sual bir dəfə sınağa, bilmirəm, imtihana düşmüşdü, təxmini yadımdadır. Düşmüşdü belə bir sual. İlyas ədədi 2-yə vurub üzərinə 1 gəlməli idi. Baxın, bir ədəddir. Bunu 2-yə vurub üzərinə 1 gəlməlidir, amma o səhv edib. Bölüb 2-yə. 2-yə bölüb. Yəni, x-i 2-yə bölüb, alınan ədəddən 1 çıxıb, bərabər eləyib 11-ə. Gəlin, burada bu ədədi tapaq. Deməli, burada nə edirəm? X bölü 2 bərabərdir. 11 üstə 1 gəlirəm, 12. X də bərabərdir. 12-ni 2-yə vururam, 24. Deməli, İlyasın fikrində tutduğu ədəd 24 imiş. İndi İlyas doğru yazsaydı, hansı cavabı almalı idi? X 24 isə, 24-ü qoyuram bura. Düzdürmü? 24-ü vururam 2-yə, 48 üzərinə 1 gəlirəm, 49. Bugünlük izahımız bu qədər. Sağ olun, salamat qalın.